Gəlmisiniz, hamınıza qızlar deyib müraciət eləyəcəm. Siz hamınız mənim üçün doğmasınız. Xoş gəlmisiniz. Yerimiz dar olsa da ürəyimiz genişdir. Mənə elə gəlir ki, elə burada toplaşmağımız hamısından gözəldir. Ona görə ki, balalarımızın ruhları hamısı buradadır. Elşadım mənim yanımdadır. Maması da mənim yanımdadır. Hamınıza can sağlığı arzulayıram. Hələ uzun illər bir-birimizi belə görüşə bilək, bir-birimizi görə bilək. Amin. Çox sağ olun qızlar, sağ olun. Canlı sağ olsun. Mən də hər birinizi salamlayıram. Bugün bildiyiniz kimi Azərbaycan Texnik Universitetində şəhidlərimizin xatirəsinə yaradılmış bu muzeydəyik. Bu muzeyin qapılarını bizə açdıqları üçün universitetin rəhbərliyinə və Zöhrə xanıma özlərinin təşəkkürümü bildirirəm. Bugün biz bura, bu muzeyə əli boş gəlmədik. Mən Raziyə Kamil qızı olaraq. Bugün bildiyiniz kimi 18 fevral 2026-cı tarixdir və bu universitetin muzeyinə Yada Düşür Xatirələr adlı kitabımı hədiyyə edirəm Zöhrə xanım sizə. Çox sağ olun. Və çox sağ olun. Bilirəm ki, bu kitabımız da elə növbəti kitabların yanında yer alacaq. Mən hər dəfə gələndə bu güşədə yazdığım, qələmə aldığım kitabları görəndə həqiqətən qürur duyuram. Allah bütün şəhidlərimizin məkanlarını cənnət eləsin, məqamları uca olsun, ruhları şad olsun. Yada Düşür Xatirələr adlı deyərkən bu kitabda mən istədim ki, anaların, həyat yoldaşların, bacıların ürəklərindən keçənləri qələmə alım. Və istəyirəm ki, elə bizim yaşda hər kəsdən böyük olan Ağbilkəmizdə Flora ana, onun da oğlu bu universitetdə təhsil alıb, təhsilini yarımçıq qoyaraq o illərdə, 92-ci illərdə müharibəyə yollanıb, Ağdamın Şelli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalıb. Elə istəyirəm ilk öncə Flora ana, buyurun, bir-iki kəlmə siz də özülət sözlərinizi deyin. Çox sağ olun Raziyə xanım, minnətdaram. Zöhrə xanım, çox sağ olun ki, bu gözəl məkanı bizim üçün açmışsınız. Biz burada gəlmişik, bir yerə toplaşmışıq. Burada bu günləri, bu gözəl kitab təqdimatını keçirdirik. Allah hamımıza birinci xoş gəlmişsiniz deyirəm. Bu bizim doğma ocağımızdır. Bu elə bir ki, mənim ikinci bir evimdir. Çünki nəyə görə? Mənim də oğlum Əliyev Elşad Hacıbaboğlu 93-cü ildə, 91-ci ildə bu instituta girib, burada avtomobil fakültəsinə girib, sonra 93-cü ildə öz xoşluğu ilə təhsilini yarımçıq saxlayıb, dondurub, əskəriyə gedib. Və 93-cü il iyul ayının 16-sında Ağdamın Şelli kəndində şəhid olubdur. Ona görə o vaxtdan biz Zöhrə xanımla burada tanış olmuşam, çox gözəl. Burada bu gözəl muzeyin açılışı olub, burada bu gözəl muzeydə böyük tədbirlərimiz olub. Çox gözəl, Zöhrə xanım burada əməyi çoxdur, həddindən artıq. Çünki o daim şəhid ailələrinin yanındadır, daim şəhid ailələrini qiymət verir, şəhidlərimizə qiymət verir. Buradakı balalarımız hamısı onun elə bir öz doğma bala evlatlarıdır. Ona görə birinci mən sizə çox sağ olun deyirəm, var olun deyirəm. Raziyə xanım, sizə çox sağ olun, minnətdarlığımı bildirirəm. Çünki nə üçün ki, siz də əziyyət çəkirsiniz, bizə bu gözəl kitab, balalarımızı bu gözəl kitablarda yad edirsiniz. Onların daim yaşamağı üçün əziyyət çəkirsiniz. Allah bütün şəhidlərimizin məqamını uca, ruhlarını şad eləsin. Yerlərini cənnətlik beşliyi eləsin. Mən deyirəm ki, biz analara da səbir dözüm, həyat yoldaşlarına, şəhid ailələrine səbir dözüm dirsin ki, yaşayaq ki, bax belə bir gözəl əməllərimizlə biz şəhidlərimizi yaşada bilək. Çox sağ olun, var olun, Allah canınızı sağ eləsin. Amin. Siz sağ olun ana, siz var olun. Elə sizin yanınızda bir xanım. İllərlə öz abır isməti ilə həyat yoldaşının adına layiq övladlarını böyüdən bir xanım var. Məzahirin həyat yoldaşı Mənzər xanım, buyurun. Mən də çox sağ olun, Allah canınızı sağ eləsin. Bizim şəhidləri yad edirsiniz. Zöhrə xanım, siz də elə bizə qapınızı açdığınız üçün minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin. Siz sağ olun, siz var olun. Təminə xanım, sizi dinləyək. Çox sağ olun. Şəhid yarı.
Həsənov Ramizin həyat yoldaşıyam. 1986-cı ildə ailə həyatı qurduq. 1988-ci ildə mən həyat yoldaşım Azərbaycan müstəqilliyi uğrunda bərpasını deməli təməlin qoyanların biri də o olub. Ondan sonra 91-ci ildə həqiqi xidmətə getdi. Orada deməli döyüşlərdə demək olar ki, həm özünü müdafiələrdə, həm könüllülərdə, həm AMONçuların yəni polislərin yanında olub, illərlə o orada necə deyirlər, döyüşlərdə aldığı yaralardan da xəsarətlərinin yüngül olduğuna görə təkrar gedib. Ondan sonra da 92-ci ildə ağır bir necə deyirlər, başından xəsarət aldı. O gətirib Papanik hospitalına qoymuşdular deyə. Ondan sonra həkim dedi ki, bu adam da belə də Allah məkanın cənnət eləsin. ondan sonra şəhid oldu. Məqamı uca olsun. Elə Təminə xanımın yanında bir xanıma eləşib, hələ də onun gözləri yollardadır. Həyat yoldaşını 30 ildən çoxdur ki, qapı döyüləndə belə deyir ki, bəlkə gələn odur. Sevil xanım da öz isməti ilə əsl Azərbaycan xanımı kimi qürurla dayanaraq övladlarını böyüdübdür. Sevil xanım, buyurun bir iki kəlmə sizlə danışın. Sağ olun Raziyə xanım, minnətdarım. Zöhrə xanım, sizə də çox təşəkkür edirəm. Çox sağ olun, var olun. Mən Məmmədov Alim İbrahimoğlu, məzarsız şəhid alim yoldaşıyam. Məzarı yoxdur, heç bir qəbri yoxdur, heç bir yerdə heç bir təsəl ala bilmirəm. Çox sağ olun, var olun Raziyə xanım. Sizin sayənizdə kitab çıxarırsınız, onun təsəlli alıram. Allah sizdən razı olsun Gözəl xanım. Allah sizi var eləsin. Çox Siz sağ olun, siz var olun. Burada mən Sülhəyə xanım, şəhid anamızı görürəm. İstəyirəm aramıza yeni qatılsa da, istəyirəm bir iki kəlmə o da ürək sözlərini analarımıza çatdırsın. Özü də bir şəhid anası olaraq buyurun. Mən şəhid anası Abbasova Sülhəyə İsmail qızı, oğlum Abbasova Elqan Nəcəbli oğlum. 2000-ci ildə oğlum şəhid olub, əskər vermişdi. 81-in uşağıdır, Dərbənddən uşağı, Dağıstan uşağıdır. Burada gəlib Azərbaycanda əskərliyə gedib, orada şəhid olub Ceyranboyda. Döyüş bölgəsində icazə verilən şeydə. Allah məkanın cənnət eləsin, məqamı uca olsun. Mən aramızda bir xanım görürəm. Milli qəhrəmanımızın xanımıdır. Polis olan milli qəhrəmanımız. İstəyirəm ki, bizim tədbirdə ikinci dəfədə iştirak edir. Bugün bizim bu görüşə də gəlibdir. Buyursun, o da bir iki kəlmə öz ürək sözlərini. Buyurun, Nəzakət xanım. Çox sağ olun, var olun. Raziyə xanım, Zöhrə xanım, sizi ilk dəfə gördüm, çox şad oldum. Allah köməyiniz olsun, hamınız mənim üçün əzizsiniz, dəyərlisiniz. Mən şəhid polis Azərbaycan Milli Qəhrəmanı Hüseyn Sadiq Dayandıroğlu həyat yoldaşıyam. Mən sizə minnətdarlığımı bildirirəm. Çox sağ olun, çox var olun. Allah bütün şəhidlərimizə Həmən aramızda bir ana var, onu niyə axıra saxladım? Çünki bax, sizlərin oğullarının qisasını alan, suverenliyimiz uğrunda, Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi uğrunda qəhrəmanlıqla, antiterror tədbirləri zamanı qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalan Ramil Rəhimovun anası. Özündən sonra bir qız övladı dünyaya gələn Ramil Rəhimovun anası Gülhava xanımı istəyirəm bir iki kəlmə də o danışsın. Çox sağ olun Raziyə xanım. Mən də hər kəsi salamlayıram. Xoş gördük Zöhrə xanım. Sizi salamlayıram. Bəli, mən antiterror əməliyyatları zamanı şəhidliyə yüksəlmiş Ramil Rəhimovun anasıyam. Mən bu məkanda çox olmuşam, dəfələrlə olmuşam. Demək olar ki, biz artıq doğmalaşmışıq. Mən şəhidlər haqqında danışmaq istəmirəm. Allah sən şəhidlərimizə ruhunu şad eləsin, məqamı uca eləsin. Allah sizlərə ömür versin. Zöhrə xanım, çox sağ olun. Dəfələrlə ünsiyyətdə olmuşuq, bu məkanları bizim özümüz açmışsınız. Raziyə xanım, sizə təşəkkür edirik. Necə ki, sizlər usanmadan, yorulmadan bu yoldasınız. Elə biz analar da yorulmadan, usanmadan həmən tədbirlərə gəlirik, sizlərin yanındayıq. Heç zaman sizlərə tərk olmuruq. Çox sağ olun, təşəkkür ederim. Mən sizə təşəkkür edirəm, mən sizə minnətdaram. Zöhrə xanım, sizə minnətdarlıq eləyirəm, sizə təşəkkür eləyirəm. Elə yanınızda olan kişilər də bizim hər birimizin adından sizə gətirmişik. Allah sizi var eləsin. Nə yaxşı ki, siz varsınız.
Değerli şəhid əmanətləri, mən sizin hər birinizə təşəkkür edirəm. Bax, bu igid qəhrəman oğullar elə bizim bu bir arada mehriban olmağımız üçün canlarını fəda etdilər. O oğullar ki, vətən dedilər, ana dedilər, torpaq dedilər, yola düşdülər və vətən üçün, torpaq üçün canlarını sipər etdilər. Var olsun şanlı müzəffər Azərbaycan ordusu, var olsun Ali Baş Komandanımız, var olsun dövlətimiz, dövlətçiliyimiz. Şəhidlərə salam olsun. Məkanınız cənnət olsun. İgid, qəhrəman oğullar. Sizinlə bütöv Azərbaycan qürur duyur. Bu vətən sizi, siz vətəni unutmadınız.